Təlimlərimin birindən sonra bir valideyn mənimlə əlaqə saxladı. 5 yaşlı qızı 10-a yaxın seriala baxırdı. Yəni düşünün. Mən 1 saata yaxın uşaqların belə deyək də yaş və anlaq səviyyəsinə uyğun olmadığını izah etdim və gələcəkdə onların psixikasına, sağlamlığına, belə deyək də sosial və fiziki inkişafına vura biləcəyi zərərləri izah etdim və 1 saatın qarşılığında valideyn mənə dedi ki, yaxşı Nərgiz xanım, o zaman qızım bir də məni, müəllimlərini incitsə, yəni bizi və müəllimləri incitsə, onun ən çox sevdiyi 3 serial var, ona baxmağa icazə verməyəcəm. Yerdə qalan seriallara baxsa da olar, baxmasa da. Əsl odur ki, o 3 seriala icazə verməyəcəm. Yəni düşünün, bu cavabdan sonra mən təkcə 1 saatımı deyil, eyni zamanda uşağın sağlamlığı ilə bağlı, gələcəyi ilə bağlı ümidlərimi itirmiş oldum. Bəs siz buradan belə düşünən valideynlər çox güman ki, bilirəm ki, bizi izləyən valideynlərin içərisində belə düşünən valideynlər var və sizin onlara tövsiyələriniz nələrdir? Ümumiyyətlə, sizcə uşaqlar seriala baxa bilərmi və hətta ailə məişət seriallarına? Yəni, məncə qəti bir şəkildə, yəni mən bir mənalı şəkildə yox deyirəm. Bəs sizin fikriniz nələrdir? Əslində baxmamalıdılar, çünki o uşaqdır. Uşaqlar, indiki uşaqlar fikir versiniz çox bilirlər. Sanki böyüyüb də balacalaşıblar, bir çox bilmiş olublar. Bu da nəyə görədir? Ailə ilə bir yerdə otururlar, seriallara baxırlar. Bizim uşaqlığımızda ən azından uşaqların baxa biləcəyi tipdə bir seriallar var idi. İndi o da yoxdur. Hamısı qan davalarıdır, intiqamdır, sevgidir. Yəni ancaq bu tipli şeylərdir və uşaq da baxır, bunu görür. Və gedir bunu tətbiq eləyir. Şiddəti görür, gedir şiddət tətbiq eləyir. Sevgini görür, gedir sevgini tətbiq eləyir. Nə görürsə onu edir. Və baxmamalılar. Bəli, indiki gündəmimizdə normal bir şeylər yoxdur zaten. Verilişlərimiz olsun, seriallarımız olsun. Uşaqların baxa biləcəyi səviyyədə deyil. Cizgi filmlərinə baxsınlar. Ən yaxşısı budur. Mən hətta yəni öz uşaqlarıma cizgi filmlərini belə seçib göstərirəm. Çünki bəzən olur cizgi filmlər deyib keçirik. Yəni valideyn rahat olur ki, övladım burada cizgi filminə baxır, amma cizgi filmlərində də şüuraltı mesajlar çox olur. Ona görə mən cizgi filmlərində belə nəzarət edərək verirəm uşaqlarıma.